Salam, xoş gördük sizləri. Bugünkü mövzumuz Şimali Amerikanın və Cənubi Amerikanın relyefinə baxacağıq. İlk növbədə Şimali Amerikaya baxırıq. Şimali Amerika haqqında deyə bilərik. Birinci növbədə Şimali Amerika materiki nə ekvator xətti kəsmir, nə də Qrinviç xətti kəsmir. Ona görə iki yarımkürədə yerləşir. Şimal və qərb yarımkürəsində. Bunu unutmuruq. Ona görə ki, coğrafi obyektlər deyəndə qərbdə, şərqdə seçmək, ona görə bunlar lazımdır. Şimali Amerika iki yarımkürədə yerləşir. Şimal və qərb yarımkürəsində. Şimali Amerikanın ucqar nöqtələrinə baxaq. Şimalda Metis burnudur ki, Butiya yarımadasının ərazisində ölkə Kanadadır. Şərqdə Saint Charles burnudur, Labrador yarımadasının ərazisində ölkə Kanada. Deməli, şimal və şərq ucqar nöqtəmiz düşdü Kanadaya. Qərbdəki ucqar nöqtəmiz Uels şahzadəsi burnudur, ölkə ABŞ. Cənubdakı ucqar nöqtəmiz Panamanın ərazisində düşən Mariato burnudur. Mariato. Şimali Amerika geoloji quruluşu baxımından əsasən iki hissəyə ayıra bilərik. Qərb hissəsi geosignalda yerləşir, dağlıqdır. Şərq hissəsi isə platformada yerləşir. Birinci qərb hissəsindən gəlin danışağın. Şimali Amerikanın qərbi Sakit Okean, Şimali Amerikanın qərb hissəsi Kordilyer dağları təşkil edir ki, uzunluğu 7000 kilometrdən çoxdur bu Kordilyer dağlarının. Kordilyer dağları bir neçə hissədən ibarətdir. Əsasən 3 hissəyə ayırırıq. Qərbi Kordilyer, Mərkəzi Kordilyer və Şərqi Kordilyer. Qərbi Kordilyer Sakit Okean odlu halqasına daxildir. Sahil sıra dağları yerləşir burada. Kaskad dağları və burada Şimali Amerikanın cənub hissəsində Kordilyer dağları cənuba doğru daralır və Meksikada Sierra Madre adlanır. Bu da Qərbi Kordilyerə aiddir. Kaskad dağları, Sierra Madre və sahil sıra dağları ümumilikdə. Mərkəzi Kordilyerə aiddir Böyük Hövzə yaylası, Colorado platosu və deməli Meksika yaylası. Şərqi Kordilyerə isə aiddir Qayalı dağlar. Bunlardan soruşsalar hansı cavandır? Bir dənə sahil sıra dağları olan hissə cavandır. Kaynozoy, Alp qırşığına aiddir Kaynozoy erasına. Amma digər hissələr isə Kordilyer dağlarının əsas hissəsi Mezozoy erasında yaranıb. Yəni qədim dağ kimi götürürük onu. Orta qırşıqlıqda yaranan ərazidir. Cavan deyil. Kordilyer dağlarının cavan hissəsi bir dənə sahil sıra dağlarıdır. Daha sonra Kordilyer dağlarının ən hündür zirvəsi Makkini və yaxud da Denali zirvəsidir. Burada yerləşir 6194 metr. Şimali Amerikada ən dərin çökəkliyi isə Böyük Hövzə yaylasının yaxınlığında Ölüm dərəsidir. -86 metr yerləşir dərinliyinə görə. Şimali Amerikanın şərq hissəsi isə əsasən düzənliklərdən təşkil olunmuşdur. Burada düzənliklərdə eksogen qüvvələrin təsirinə məruz qalır. Misal üçün, Labrador yarımadasında Lavrenti yüksəkliyi platosu var ki, buzlaqların fəaliyyətinin təsirinə məruz qalıb. Sonra mərkəzi düzənliklər var ki, böyük göllərin ətrafında yerləşir. Bu həm buzlaqların fəaliyyətinin təsirinə məruz qalıb mərkəzi düzənliklər, həmçinin çayların fəaliyyətinə. Çünki burada çay göl şəbəkəsi zəngindir. Sonra qərbə doğru getdikcə böyük düzənliklər yerləşir ki, hündürlüyü 500 metrdən yüksəkdir. Bu da Şimali Amerikada Kordilyer dağlarına sanki keçid zonu təşkil edir böyük düzənliklər. Hündürlüyü nisbətən çoxdur. Sonra Atlantik sahili ovalığımız var, ovalıqlardan Meksika sahili ovalığımız var. Burada qədim dağ olaraq şərq hissədə Appas dağları yerləşir ki, ən hündür zirvəsi Mitchell zirvəsidir. Mitchell 2037 metr hündürlüyə malikdir. Burada daş kömür ehtiyatları ilə zəngindir. Sonra bu platformanın qalxan hissələrində sipərlərdə, məsəl üçün Kanada qalxanı olsun, Lavrenti platosu olsun, bu hissələr dəmir filizi ehtiyatları ilə zəngindir. Dəmir filizi ehtiyatı var. Daha sonra burada kanyonlar var. Deməli, Böyük kanyon var ABŞ-da, Colorado çayının sahilində. Kanyondakı belə bir hündür relyef formasıdır. Daha doğrusu aşınmaya məruz qalıb yeraltı suların təsiri ilə. Böyük Hövzə haqqında məlumat verir ki, Böyük Hövzə Kordilyer dağlarının mərkəzi hissəsində yerləşir. Yerləşdiyi hissədə qərb və şərq Kordilyer dağları bir-birindən çox aralanır və hövzənin hər tərəfində dağlarla əhatə olunmuşdur. Buna görə ora quraqdır. Hava kütlələrinin qarşısını alır dağlar. Ona görə yaylaya daxil ola bilmir. Yaylanın səthi bitki örtüyünə görə kasıbdır. Ətraf ərazilər yarım səhranı xatırladır. Sanki Kordilyer dağları burada sərhəd rol oynayır. Qərbdən də gələn küləklər, şərqdən də gələn küləklərin qarşısını alır. Ortada qalan hissə quru relyef formasına, iqlimi daha doğrusu quraq olur. Ona görə yarım səhranı xatırladır deyirik. Daha sonra keçdik Cənubi Amerikanın relyefinə. Cənubi Amerika 3 yarımkürədə yerləşir, çünki buradan onu ekvator xətti kəsir. Əgər ya ekvator xətti, ya Qrinviç xətti kəsirsə bir ərazini, deməli o 3 yarımkürədə yerləşir mütləq. Bu xəttlərdən biri kəsirsə. Əgər ikisi də kəsirsə 4 yarımkürədə yerləşir deməkdir. 3 yarımkürədə yerləşir. Şimal yarımkürəsi ekvatordan yuxarıda qalan. Cənub ekvatordan aşağıda qalan və qərb yarımkürəsində yerləşir. Şərqdə yerləşmir.
Cənubi Amerikanın ən hündür nöqtələri şimalda Gallinas burnudur ki, Kolumbiyanın ərazisinə düşür. Qərbdə Parinas burnudur, Perunun ərazisinə düşür. Şərqdə Cabo Branco burnudur, ölkə Braziliya. Cənubda Florida burnudur, ölkə Çilinin ərazisinə düşür. Cənubi Amerikada, Şimali Amerikada olduğu kimi quruluşu sanki iki hissəyə bölünüb. Qərb və şərq hissə. Qərb hissə əsasən dağlıqdır. Ant dağlarından təşkil olunub. Dünyanın ən uzun dağ sistemidir. Uzunluğu 9000 kilometr təşkil eləyir. Bu Ant dağları deməli, Ant dağları bir neçə ölkənin ərazisinə düşür ki, bunlar da Ant dağları ölkələri adlandırırlar. Misal üçün Perunun ərazisinə düşür, Çilinin ərazisinə düşür, Ekvadorun ərazisinə düşür. Bu ölkələr dağlıq hissədə yerləşən ölkələr hesab olunurlar. Ant dağlarında həmçinin fəaliyyətdə olan vulkanlar da var, sönmüş vulkanlar da var. Misal üçün ən hündür zirvəsi Ant dağlarının Aconcagua zirvəsində 6960 metr. Bundan başqa burada vulkanlar var. Chimborazo, Cotopaxi kimi vulkanlar var. Ən hündür vulkan zirvəsi də burada yerləşir. Llullaico 6793 metr hündürlüyə malikdir. Llullaico zirvəsi vulkanik zirvədir. Ant dağlarının aşağı hissədə davamı Odlu Torpaq adasına keçir. Odlu Torpaq adası Ant dağlarının sanki davamını təşkil edir. Geosinkron qurşaqda yerləşir. Nazca tavası ilə Nazca və Sakit Okean tavaları ilə Cənubi Amerika tavasının sərhəddində yerləşir Ant dağları. Əsasən Nazca tavası ilə Cənubi Amerika tavasının toqquşmasından yaranıb. Yəni subduksiya prosesi adlanır bu prosesdə. Burada da təsviri verilib. Ona da baxaq. Deməli, baxın. Subduksiya prosesi. Subduksiya okean litosfer tavası, materik litosfer tavasının altına batması prosesidir. Bunun nəticəsində dərin sulu çöhəylər, yəni novlar əmələ gəlir və qösvari adalar və cavan dağlar yaranır. Nazca tavası budur, Cənubi Amerika tavası budur. Toqquşub quruda Ant dağları, okeanda Peru çökəkliyi və yaxud da Peru novu yaranır. Daha sonra keçdik materikin şərq hissəsinə. Materikin şərq hissəsi əsasən düzənliklərdən təşkil olunmuşdur. Düzənliklərdən, yaylalardan, yüksəklərdən, platolardan təşkil olunmuşdur. Misal üçün ovalıq kimi Orinoco ovalığımız var, Amazon ovalığımız var, burada La Plata ovalığı var. Bunlar əsasən çayların fəaliyyəti ilə yaranan relyef formalarıdır. Orinoco ovalığı Orinoco çayının, Amazon ovalığı Amazon çayının, La Plata ovalığı isə Parana çayının təsiri ilə yaranmışdır. Sonra yaylalardan burada Qviana yaylasında yuxarısında Qviana yaylasında Venezuelanın ərazisində Tepuilər yerləşir. Tepuinin də təsvirinə baxaq. Tepui masaya bənzər dağ deməkdir. Hündürlüyü bircə saniyə bunu silim. E, Deməli, tepuy masaya bənzər dağ deməkdir. Bax, görüntüsünü görürsünüz, masaya bənzəyir. Aşınma prosesində, kimyəvi fiziki aşınma nəticəsində və axar suların fəaliyyəti nəticəsində yaranan relyef formasıdır. Hündürlüyü 800-1800 metrdir. Harda yayılıb? Gviana yaylasında, ölkə Venezuelanın ərazisində. Sonra Braziliya yaylasının ərazisində kəllə qənd relyef forması var ki, aşınma nəticəsində yaranıb. Harda? Braziliyanın paytaxtı Rio de Janeiro şəhərində turistlərin çox baş çəkdiyi yerlərdən biridir ki, bunun baş hissəsində kanat xətti çəkilib. Hündürlüyü nə qədərdir? 300 metr. Tepuininki 8800, kəllə qənddə 300 metrdir. Aşınma nəticəsində yaranıb. Bir də Ant dağlarında altiplano haqqında məlumat vermədik. Ant dağlarında altiplano yerləşir. Boliviya və Çilinin sərhəddinə düşür. Altiplano quraq ərazidir. Burada ağac yoxdur. Əsasən quraqlığa davamlı bitkilər, kollar var. Altiplanodan baxanda Aconcagua zirvəsi, yəni Cənubi Amerikanın ən hündür zirvəsi görünür. Boliviya və Çili sərhəddində yerləşdi Altiplano. 20 dərəcə cənub enliyi bu öz. Bir saniyə. Baxın təqribi bu hissələr. Daha sonra burada da yerlərini göstərib. Gviana yaylasında Tepuilər dediyi 8800 metr, Braziliya yaylasında Kəllə-Qənd relyef forması 300 metr. Bir də aşağıya doğru Patagoniya yarım səhrası var. Burada yayladır həmçinin. Quraqda iqlimdə yerləşir Patagoniya. Sonra burada Cənubi Amerikada Grand Chaco düzənliyi var. Bax, bu təxmini bu hissələrdə Grand Chaco düzənliyi var. Burada La Plata ovalığı var. Bu da onun əsasən düzənlikləri idi. Cənubi Amerikanın relyefindən də bu qədər.